Siz değerli Türk milletine, özellikle gənclərə istəyim budur ki, öz şəhərlərimizdə həttəmən millətimizi oyandırın. Biz Azərbaycan, Güney Azərbaycan torpaqlarında heç bir gücə təkrardan hökuməti və bizim qədərimizi ələ almasına müsaidə etməməliyik və etməyəcəyik. Zaman bizim zamanımızdır. Biz öz qədərimizi, öz gələcəyimizi özümüz belirleməliyik. Özümüz meydanda olmalıyıq. Bugün dünyada 20 milyondan 30 milyondan fazla cəmiyyətə sahibik. Biz öz sözümüzü özümüz deməliyik. Bizim uluslararası beynəlmiləli kuruluşlarda, sazmanlarda özümüzü təmsil etməliyik. Və bugün onun zamanı gəlmişdir. Bugün biz görürük ki, Tehranda Xameneyi başda olmaqla rejim adamları özlərini qorurlar, qaçırlar, gizlənirlər, öz canlarının fikrindədirlər. Avropa ilə, Amerika ilə irtibata keçirlər ki, özlərini qorusular. Heç bir millətə, heç bir şəhərə, heç bir kəndə düşünmürlər. Çünki diqqət edin, əgər düşünsəydilər, öz payqahay nizamısını, öz padğanhay nizamısını, öz furudqahay nizamısını qoruyardı. Onu qoruyanmadılar belə. Və milləti canına buraxdılar. Allah millət ilə idi ki, İsrail millətin üstünə silah, muşah atmadı. Əgər atsaydı, böyüklər, məxsusən bizim Urmiyəmizdə, Təbrizimizdə, Ərdəbilimizdə, Zəncanımızda çox böyük, Allah göstərməsin, ölülər ola bilərdi. Ona xatir sizə bunu deməliyəm ki, siz hər zamandan daha çox bugün hazır olmalısınız və öz şəhərlərimizdə idarələri, padğanları, kərantələri və kolliye məntəqələri kontrol etməyə birlikdə olmalısınız. Bu günlərimki öz şəhərlərinizdə Azərbaycan milli fəallarına, öndə gedənlərə və ya fəalların hamısına inanmalıyıq və onlarla birlikdə yürüməliyik. Çünki bugün gün azadlıq, bugün özgürlük, millətimizi qorumaq, torpaqlarımızı qorumaq zamanıdır. Biz öz millətimizi qoruyacağıq, öz torpaqlarımızı qoruyacağıq və istiqlalımıza doğru hərəkət edəcəyik. Çox sağ olun.